Deməli belə, hər vaxtınız xeyir olsun dostlar. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyin sədri Kamil Abdullayev. Bir, hər gün, hər saniyə, hər dəqiqə qulağımız bir söz eşidir. Bir neçə saat öncə bir nəfər zəng elədi və mənlə səmimi söhbət eləməyini rica elədi ki, onu dinləyim. Mən də onu dinlədim. Bu insan, bu Şərur MTK, İsfəndiyar Şərurunun deməli MTK-sında işləyir və o olanları mənə ağlaya-ağlaya danışdı ki, Kamil, başımıza oyun açır. Nəvəsi gəlib Amerikadan. Deyir, nəvəsi də bir tərəfdən başımıza oyun açır. İşə girəndə, işdən çıxanda deyir, biz oradan sement oğuruyası deyilik. Cimizə nə qoya bilərik ki? Bizim deyir, cimizə qədər yoxlayırlar. Deyir, turba parası deyilik, nə aparasıyıq, nədir? Nəyə gətirmək istəyirəm? Bu, Azərbaycanda baş verir. Bilirsiniz, Azərbaycanda həmişə mən haqqın yanında olmuşam, haqqın sözünü demişəm, ədalət carçısı olmuşam. İstəmişəm ki, xalqımız bilsin ki, Azərbaycanda nə baş verir. Cənab Prezidentin ətrafında nə baş verir və mən bu 20 ildə o haqsızlığı araşdıra gəlmişəm və bugünkü gün mən görmüşəm ki, bu haqsızlığın, bu ədalətsizliyin hamısı İlham Əliyevin ətrafında olan insanlar tərəfindən həyata keçirilir. Buna tam əmin ola bilərsiniz. Bir qeyri-hökumət təşkilatının rəhbəri kimi bunu mən sizə söz verirəm. İlham Əliyevin köməkçiləri tərəfindən birbaşa bu haqsızlıq, bu qanunsuzluq həyata keçirilir və bunun köməkçiləri deyəndə hamısı tərəfindən yox. Orada seçilmiş adamlar var. Bunların özləri tərəfindən olmasa da onların qohumları tərəfindən həyata keçirilir. Bu 100% belədir. Tam əminliklə deyə bilərəm. O dəmir yumruğu, xəmir yumruğa döndərən onun ətrafıdır. Bugün İlham Əliyevi hörmətdən salan onun ətrafıdır. Bugün Şərur MTK məsələn kimdir onu müdafiə edən? Kimdir onu? Şərur MTK kimdir ki? Ölüm hadisəsi baş verdi, İsfəndiyarı tutmadılar, İsfəndiyara bir qaşın üstə, gözün üstə qaşın var deyən olmadı. Budur, bax, dövləti sarsıdan ədalətsizlik, haqsızlıq, qanunsuzluq. Bir neçə gün bundan öncə mən Ali Məhkəmənin deməli sədri İnam Kərimovun qohumlarının Aksafada Ceyrançöl ərazisində uğradıqları malların hamısını bir-bir işıqlandırdım. Nə olsun? Nə faydası var? Çünki yuxarıdan hamısı, prezidentin ətrafındadır hamısı. Bütün oğurluq, quldurluq, bütün namussuzluq, bütün ədalətsizlik, bütün haqsızlıq ölkə rəhbərimiz, mənim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında baş verir. Və ola bilsin, İlham Əliyevin ondan nə xəbəri var ki? Məktub yazırsan, onun köməkçisi qəbul eləyir. Məktub yazırsan prezidentin adına, onun köməkçiləri orada bir kimi istəyir onları həll eləyir, kimi də istəmir onları həll eləmir. Yəni Azərbaycan çökür, Azərbaycan batır, Azərbaycan ədalətsizlikdən batır, Azərbaycan haqsızlıqdan batır. Azərbaycanda söz sahibi ola bilməzsə, Azərbaycanda hansısa bir işin qulpundan yapışırsansa, həmin dəqiqə oraya gəlirlər, səndən rüşvət istəyirlər və s. və bilin, bir mənalı şəkildə Azərbaycan xalqı bunun hamısının səbəbkarı ölkə prezidenti cənab İlham Əliyevin ətrafıdır. Tam şəkildə əmin ola bilərsiniz. Polis rəisidir, hamısının başı yuxarı bağlıdır. Prezidentin köməkçiləri. Yəni, şikayət edeyim, gedim mən prezidentin köməkçisinə deyim ki, mənim heyvanımı oğurlayıblar. Deməsən, ən ağılsız adamsan. Şikayət edeyim, Şərur MTK-nın sədri İsfəndiyardan ki, mənim məsələn, pulumu alıbdır, mənə ev vermir, evi 2-3 nəfərə satıbdır, sən ən ağılsız adamsan. Yəni, bilgilən, ölkədə qanun yoxdur. Ölkədə qanun var, amma qanunu icra eləyən yoxdur. Bu dəqiqə prezidenti sayan yoxdur. Son 5 ildə də ölkə rəhbərini sayan yoxdur. Bir halda ki, ölkə rəhbərinin ailə üzvlərinə təhqir eləyirlər, istənilən sözü deyirlər, Allah heç kimin gözündən görmək budur da. Bundan artıq gözündən görmək yoxdur. Və ölkə rəhbərinin bütün əslini, nəslini təhqir eləyirlər. Amma onun ətrafı bir kəlmə də olsun bu haqqında
öz fikirlərini bildirmirlər. Bu nə deməkdir? Mən çox təəssüf eləyirəm. Mən çox təəssüf eləyirəm ki, belə bir ölkədə yaşayıram. Mən çox təəssüf eləyirəm ki, ədalət olmayan yerdə, haqq olmayan yerdə, şərəf olmayan yerdə, ləyaqət olmayan yerdə yaşamaqdansa ölmək hamısından yaxşıdır. Yaşamaqdansa bu ölkəni tərk eləmək hamısından yaxşıdır. Bugün Azərbaycanda qanunun aliliyi deyilən heç nə yoxdur. Bunu tam şəkildə bilməlisiniz. Siz bilməlisiniz. Azərbaycan xalqı. Gəlin birləşək. Bu hakimiyyətdən biz yaxşı heç nə götürə bilmərik. Oğurluq bu hakimiyyətin içində, quldurluq bu hakimiyyətin içində, şərəfsizlik bu hakimiyyətin içində, namussuzluq bu hakimiyyətin içində. Təsəvvür edin, ölkə rəhbərinin xanımı təhqir olunur. Ölkənin rəhbəri səsini çıxartmır. Ölkə rəhbərinin gəlini təhqir olunur. Ölkənin rəhbəri səsini çıxartmır. Onun ətrafı səsini çıxmır. Ölkə rəhbərinin qızı, oğlu təhqir olunur. Da bundan artıq nə deyim? Ölkə rəhbərinin özü təhqir edilir. Kəramət Böyükçil deyir ki, İlham Əliyevi tərifləyən insan oğraşdır, alçaqdır, şərəfsizdir. Kəramət Böyükçilə Elmlər Akademiyasında böyük bir yer ayırıblar ki, sən düz deyirsən. Sən deməli sən yaxşı insansan ki, İlham Əliyev bu söz demişsən. Sonra deyirlər, ay çift deyib də. Və İlham Əliyev canımızı qurban verdi İlham Əliyevin yolunda. İlham Əliyev bizə neynədir? Yeni Azərbaycan Partiyası deyilən siyasi partiya məhv elədi, yoxdur. Yoxdur. Yeni Azərbaycan Partiyası tam başqa addadır, onu da demirim. Yeni Azərbaycan Partiyası siyasi bir partiya kimi məhv olubdur. Məmurların gəlinləri üçün, qızları üçün, oğlanları üçün, xanımları üçün orada vəzifələr müəyyənləşdiriblər, otururlar. Bu da İlham Əliyevin bugünkü hakimiyyətindən irəli gələn nəticələrdir. Buna görə də biz bir mənalı şəkildə bilməliyik ki, nə oğurluq varsa, nə quldurluq varsa, nə şərəfsizlik varsa, nə namussuzluq varsa, bir qeyri-hökumət təşkilatının rəhbəri kimi tam əminliklə 20 il təcrübəm sayəsində mən bunları deyirəm. Onların hamısı İlham Əliyevin düz böyründədir. Ətrafındakıların hamısı demək olar ki, mənim bildiyim, hamısına da şamil eləmək olmaz. Tam hamısına şamil eləmək, mənim bildiyim orada İlham Əliyevin ətrafında oturan insanlardır. Bu oğurluğu tamamilə ört-basdır eləyən, bu şərəfsizliyi, namussuzluğu, vicdansızlığı, ədalətsizliyi tamamilə orada ört-basdır eləyən. Adını da qoyurlar ki, Mehriban Əliyevanın nə sülaləsidir dağdan. Mehribanın sülaləsi deyil, sizin sülalənizdir. Bir-bir açırıq, bir-bir deyirik. İlham Əliyev hara baxırsınız? Cənab Prezident, biz sizi seçmişik, prezident. Bu xalq səni seçibdir, prezident. Amma bu xalqın elə başa düşmürəm. Ən böyük düşmənlərindən biri sizin ətrafınızdır. Biz seçdiyimiz prezident sizsiniz, siz, başqası deyil. Amma bizim heç bir qanunlarımız, qaydalarımız işləmir. Mənim 60 yaşdan sonra mənə nə yaxşılıq eləyəcəksən? Anamızı da çöllərə saldın sən. Atamızı çöllərə saldın. Da bundan artıq nə edəsən ki? Bizi öldürəsi deyilsən ki. Da ölmüşük də. Ölmüşük də sənin ətrafında. Allah göstərməsin. İlham Əliyev yaxşı adamdır deyən kimi 72-ni yapışdırırlar ki, sən 72-sən. Da biz də gərək olaq da bəziləri kimi bunları götürək. Amma düz deyirlər də. Düz deyirlər. Təriflənəsin nə var ki, bu ölkədə biz tərifləyək? İqtisadiyyatın çöküb, mədəniyyətin çöküb, sahiyyən çöküb, hamısını çöktürmüşsən. Hamısı çöküb, onu bunu cibinə işləyir. Biz deməməliyik bunu. Hamısı onu bunu cibinə işləyir. Adına qoyurlar ki, Paşayevlərə, Paşayevlərdir, Paşayevlər boyda bir daş düşdün sənin ətrafının başına. Hamısı da sizin ətrafınızda oğurluq eləyənlər. Şəhid anası, şəhid ailəsinin gedib malını, varını, dövlətini oğurlayan prezidentin köməkçisinin adamları deyilmi? Onlardır da, araşdırıldı da hamısı. Şəhid ailəsinin gedib mal-qarasını yalandan aldadıb, əlindən alıb 120 baş mal-qaranı əlindən alan sənin Ali Məhkəmənin sədri ilə Kərimovun qohumları deyilmi? Sənin ətrafında da siz təyin eləmişsiniz də. Bundan o tərəfə hara geçsin vətəndaş? Prokurorluq orqanına müraciət edin, İlham Kərimovun qorxusundan həmin dəqiqə cinayət işini bağlayırlar.
Polisə müraciət eləyir, polis həmin dəqiqə bağlayır. İnam Kərimov burax, nə danışırsınız? Prezidentin yaxın ətrafı. İnam Kərimovun adamları oğruz ola bilər, quldur da ola bilər, onlara söz demək olmaz, onlara cinayət şaşmaz olmaz. Amma biri gedir, bu yaxınlarda gördüm bir ailə, hamilə bir xanım gedib mağazadan çörək oğurlayanda tutub ona nə qədər 2 il iş verdiniz. İnsan çörək pulu tapa bilmir. Hamilədir. Gedib mağazadan çörək götürübdür də ailəsinin uşağında olan. Ona 2 il iş verdiniz. Amma İnam Kərimovun qohumları getdi. 120 baş heyvanı oğurladı oradan. Ona heç iş də vermədi. Yaxşı bu iş cinayət işi deyil. Heç bir şey deyil. Bu heyvanlar hardadır? Belədir. Ölkə dağılır, ölkə batır. Bunu bilməlidir Azərbaycan xalqı bilməlidir. Və xaricdə yaşayan Azərbaycanlılar bilməlidir ki, bilərəkdən Azərbaycanı dağıdırlar. Bilərəkdən Azərbaycan batır. Sizdən artıqdır icra xahiş edirəm. Bir qeyri-hökumət təşkilatının rəhbəri kimi xahiş edirəm. Birləşin, gəlin birləşək. Bu Azərbaycanda daha bezmişik. Yaşamaq olmur. İnsanları it yerinə də qoymurlar. Xahiş edirəm sizdən. Bir qeyri-hökumət təşkilatının rəhbəri kimi sizdən xahiş edirəm. Xaricdə yaşayan Azərbaycanlılar, imkanlı Azərbaycanlılar, imkanı olmayan Azərbaycanlılar bir bayraq altında birləşək. Bu Azərbaycanı quldurlardan təmizləyək. Sağ olun.